Mövzumuz tənasüb və tənasübün əsas xassəsi haqqında olacaq. Tənasüb nədir ümumiyyətlə? Tənasüb iki nisbətin bərabərliyinə deyilir. Məsələn, bizə 4/6 və 10/15 nisbəti verib və bu nisbətlər bərabər olduğuna görə tənasüb əmələ gətirir. Gəlin baxaq görə doğrudan da bu nisbətlər bərabərdir, yoxsa yox. 4/6-nı bərabərdir. Kəsr kimi yazsaq, surətə 4, məxrəcə 6 yazırıq. Daha sonra 4 və 6-nı 2-yə ixtisar aparırıq. Çünki bunlar 2-yə ixtisar gedir. 2-yə gedir 2 dəfə, 2-yə gedir 3 dəfə. Daha sonra 10/15. Bunu da kəsr kimi yazırıq. Sürətə 10, məxrəcə 15. 10 və 15 5-ə ixtisar gedir. 5-ə ixtisar gedir 2 dəfə, 5-ə gedir 3 dəfə. Alındı burada da 3/2. Baxın, ikisinin də cavabı oldu 3/2. O zaman 4/6 və 10/15 nisbətləri bərabərdir və tənasüb əmələ gətirir. Bunu biz bu formada yazırıq. 4/6 bərabərdir 10/15 kəsr formasında yazırıq və ya 4/6 bərabərdir 10 bölünsün 15. Birinci nümunə. İkinci nümunəyə baxaq. Bizə 4/6 və 5/15 nisbətləri verib. Bu nisbətlər isə bərabər olmadığı üçün tənasüb əmələ gətirməyəcək. Gəlin bunların bərabər olmamasını göstərək. Yenə 4/6 yazırıq. Əslində bunu yuxarıda yazmışam. İxtisar gedəndə 2-yə 2 dəfə, burada isə 3 qalır. Həmçinin 5/15-i də yazaq. Kəsr formasında yazsam, surətə 5, məxrəcə 15 yazılır. 5 və 15, 5-ə ixtisar gedir. Sürətdə 1, məxrəcdə isə 3 qalır. Baxın, alındı 3/2, burada isə alındı 3/1. 3/2 3/1-ə bərabər deyil. Ona görə də bunlar tənasüb əmələ gətirmir. Yəni 4 bölünsün 6 fərqlidir. 5 bölünsün 15 yazırıq. Burada bərabər yazdıq. Burada isə bərabər olmadığı üçün yazdıq fərqli. Biz tənasübü ümumi formada belə yaza bilərik. A bölünsün B bərabərdir C bölünsün D və ya kəsr kimi. B də A bərabərdir D də C-yə. Və bu formada oxunur. A-nın B-yə nisbəti bərabərdir C-nin D-yə nisbətinə. Burada A və D kənarda yazıldığı üçün adlanır kənar hədlər. B və C isə, baxın, bunlar deyək kənar, bunlar isə deyək orta. B və C isə ortada yazıldığı üçün adlanır orta hədlər. Həmçinin kəsr formasında yazılışında biz bunu təyin eləyə bilərik. A və D burada kənardır, B və C isə orta hədlərdir. Keçək tənasübün əsas xassəsinə. Tənasübün əsas xassəsi nədir? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni burada yazdığımız tənasübü nəzərən yazıram ki, A vurulsun D bərabərdir B vurulsun C-yə. Nümunə üzərində göstərək. 4 bölünsün 6 bərabərdir 10 bölünsün 15. Bayaq yazdığım birinci nümunəni yazdım. Burada kənar hədlər 4 və 15-dir. Bərabər olmalıdır 6 vurulsun 10-a. Nəticə olaraq alırıq ki, 4-ü 15-ə vuranda 60 eləyir, 6-nı da 10-a vuranda 60 eləyir. Deməli, kənar hədlərin hasili ilə orta hədlərin hasilləri bir-birinə bərabər oldu. Əgər bərabər olmasa, o tənasüb olmayacaq. Tənasübün əsas xassəsinin tərsi də doğrudur. Sıfırdan fərqli A, B, C, D ədədləri üçün A vurulsun D bərabərdir B vurulsun C olduqda, yəni kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olduqda A bölünsün B və C bölünsün D nisbətləri tənasüb əmələ gətirir. Yəni A vur D bərabərdir B vur C-dən alınır ki, A bölünsün B bərabərdir C bölünsün D-yə. Məsələn, nümunə ilə göstərək. 6 vurulsun 2 bərabərdir 3 vurulsun 4-dürsə, bilirik ki, 6-nı 2-yə vuranda da 12 eləyir, 3-ü 4-ə vuranda da 12 eləyir. O zaman 6 bölünsün 3
bərabər olacaq 4 bölünsün 2-yə. Və ya 6 bölü 3 bərabər 4 bölü 2 kəsr kimi də yazmaq olar. Burada necə götürdük? Bunda birinci həddə, burada isə yəni birinci həddin birinci həddə böldük. Daha sonra isə burada isə ikinci həddə böldük. Yəni cavablarımız 2 alınsın. 6-nı 3-ə böləndə 2, 4-ü 2-yə böləndə 2. 6-nı 3-ə bölüb bərabər 2 bölünsün 4 yaza bilmərik. Baxın, bu formada yaza bilmərik. Çünki bu düzgün gəlməz. 6-nı 3-ə böləndə 2 eləyər, 2-ni 4-ə bölündə 2-də 1 eləyər. Ona görə də elə yazmaq lazımdır ki, cavablarımız eyni alınsın. Tənasübdə kənar hədlərin yerini və ya orta hədlərin yerini dəyişdikdə bərabərlik pozulmur. Yəni, yenə də tənasüb alınır. Məsələn, A bölünsün B bərabərdir. C bölünsün D veribsə, biz burada A və D-nin yerini dəyişək. D-ni yazaq bura. D böl B bərabərdir. C qalır. A-nı da yazaq D-nin yerinə. Və ya başqa cür necə yaza bilərik? A bölünsün B bərabərdir. C bölünsün D. Burada isə orta hədlərinin yerini dəyişək. B ilə C-nin yerini dəyişək. A bölünsün C bərabərdir. B ilə C-nin yerini dəyişsək, bura B yazmalıyam. B bölünsün D olar. Yəni, burada bərabərlik pozulmur. Yenə də tənasüb alınır.